bizim maşında təmir, tədilat işlərimiz uzun olacaq. Bildiyiniz kimi maşında bu tavan axırdır bizdə. Bunu hal-hazırda bu adını bilmədiyim vasitə ilə bərkitmişik yuxarı. Bunun sistemi nədir? Gördüyünüz kimi ilk addımda siz bu vasitə ilə tavanı, yəni tavanı bərkidirsiniz. Ondan sonra burada bizdə verilir bir ədəd şurub, bir də yenə bu adını bilmədiyim həcəmə. Bunu bu formada tavana yapışdırdıqdan sonra arxasınca bu gəlir və bu da belə bağlanır. Və gördüyünüz kimi belə nümunəsi də buradadır. Bir neçəsini artıq vurmuşuq. Bunları isə artıq arxa-arxaya yavaş-yavaş bir-bir vurmaya çalışacağıq. Hardasa bunun dəyəri bizdə 40 slot tutdu, yəni 20 manat. Üstə elətdirsəydik bu həm bizə başa gələcəkdi. Daha qəşəng olardı açığı, nə yalan deyim, amma yəni ən azından bunlar görünməzdi bizdə belə topluş kimi. Amma bizdə biraz əlimiz aşağı olduğu üçün biz bu yola əl atmışıq. Bir də işi sizi bitəndən sonra göstərəcəm necə olacaq. Və artıq final nəticəni göstərim sizə. Finalda belə bir şey, belə bir mənzərə. Burada köhnə yiyəsinin qoyduğu kley izləri var. Oradakı təmizləməklə biz bir şey eləyə bilərik. Yox eləyə bilərik, amma hələ ki burada da həmin o kley izləri mövcuddur. Bacardığım qədər simmetrik şurupları bağlamaya çalışdım. Yəqin ki bizi bir müddət görər.